Salam dostlar, xoş gördük sizləri. Belə bir proqram tapmışam, dedim bunun haqqında sizə məlumat verim və paylaşım sizlərlə məlumatınız olsun. Bu proqramda qeyd etdiyim ki, açıqlama bölümündə bir də yorum hissəsində olacaq. Deməli, burada qayda necədir? İndi onu sizə izah edəcəm. Qeyddən keçdiniz, yəni hesabını açdınız, qeyddən keçdiniz. Belə bir yer açılacaq. Sizə də məsələn gəlib ortaya vurarsınız. Buna mı vursanız da, vurmasanız da, ən son ki burada göstərəcək ki, reklam izlə bir dənə, bəs belə bir yer açılsın. Bu yer açılandan sonra baxın görürsünüz, siz burada yəni coinlər verir. Bu coinlər verməyə, birinci verməyəcək coinləri, bir gözləyin. Əgər verməsə baxın, ördəyin üstündən belə vurursunuz, burada sizə başlayır coinlər daha çox verməyə. Və belə vurduqca, yəni daha çox coinlər verməyə başlayır. Deməli, burada qoşuldunuz, bu başlayır, baxın, burada sizə saatı göstərəcəm. 2 saat, 3 saat, 3 saat elə bir ki, bu başlayır sizin coinlər yazmağa. Rəyləri oxudum, çoxsu yəni müsbət rəy yazmışdı. Dedim, mən də paylaşayım, indi hər kim istəsə yükləyib istifadə eləyə bilər. Belə indi daha çox qazanc əldə insana kim pul çıxarış edirsə yazar bura, lap mənim də məlumatım olsun. Sadəcə mən indi paylaşım etdiyim ki, yəni kim istəsə qeyddən keçsin, istifadə eləsin. Belə başlayır yazmağa. İndi gəlin bir-bir buradakı bəzi yerlərə daxil ola görə bunlar nə üçündür, nədən istifadə olunur. Gəlin, məsələn, burada sonradan oyun da oynaya bilərsiniz. Məsələn, buraya vurursunuz üzərinə oyunlar yükləyib oynayırsınız və sizə coinlər gəlir orada. Yəni, bunların hamısını göstərir. Bunları bir-bir baxarsınız. Gəlin, biz də başlayaq. Görə bu nədir? Gəlirik bura. Burada yəni işləmimiz yoxdur, nə göstərmir. Sonra bura gəlirik. Bura bilirsiniz nədə hızlandırma. Məsələn, tutaq ki, mən bir aylıq 16 dollar ödəyirəm. 16 dollar, 30 neçə manat ödəyirəm. Daha çox hesablayır, daha çox. Post 22-sən hesablayır, belə bir şeydir. Bura gəldim 30-dan hesablayır, amma biraz pul çox çıxır. O deməkdir, indi əslində ödəyib yoxlamağa dəyər. İndi bəlkə mən ödəyib yoxlama elədim, dəqiq bilmirəm hələ ki. Amma yox, burada yox, abunəlikdə gələndə isə daha ucuz göstərir, 15 dollarla göstərir. Burada da göstərir onu. Qazancı ən üst düzəyə çıxarın, hız araşdırıcı və sürəni seçin. Hər an. Yəni belə iptal edə bilərsiniz, belə bir şeydir yazılır bura. Yəni deyirəm, x-nə, məncə bu 20x-nə hesablayır. İndi bizə hal-hazırda baxın 1x-nə hesablayır. Görürsünüz? 1x-nə hesablayır. Yəqin ki, o deməkdir. Gəlin bunu bir də belə vuraq. Belə davam. Mən takibinə qədər bunu vur. Ekran tıklayıcı var, onunla quraşdırıb daha çox edə bilərsiniz. Yəni tez-tez vura bilərsiniz bunu. Görürsünüz, burada 1x hesablayır hələ ki. İndi gələk bura, görək bu nədir? Bura daxil oluram. Burada yəni həmən yerə gəlib çıxır. Bura daxil olduqda bizim hesabımız deyil və yaxud da ki, başqa bir yerlər göstərir. Bax, burada gəlir, belə yerlər göstərir. Bunu da araşdırıb özünüz maraqlanarsınız. Belə dostlar, yəni kimdə dildir bura, yəni dil, belə deyim, kimin telefonun məsələn ruscadırsa, indi rusca yəqin ki olacaq, türkcə olur. İndi kimdə fərqli olsa dəyişim edə bilər buradan daxil olur. Azdan çoxdan bəzi məlumatları verdim sizə. İndi çıxarışlara baxın. Çıxarış necə olur onu göstərim sizə. Bayaq yoxlamışdım mən. Belə üzərindən vurursunuz. Gəlirsiniz, baxın mən Binance hesabımı bağlamışam bura. Cihan edirəm, nədir bilmirəm, indi mən belə oxuyuram. Bu coin yazırsınız, o da axtarış tapırsınız və onun adresini kopyalayıb yapışdırırsınız bura. Və çıxarış, məsələn, maksimum tutaq ki, belə vurdunuz. ROX, yəni 0.01 ROX çıxartmaq olur. Coin'i. Yəni belə vurdunuz, çıxarışınızı rahat şəkildə edirsiniz. Yəni mən Binance-a qoşuldım, kimsəsə başqa bir kriptovalutaya qoşula bilər. Yəni çoxdur kriptovalutanın cüzdanları. Belə dostlar, bacardığım qədər məlumat verməyə çalışıram sizə. Yəni də belə deyim, əlavə nəsə məlumatlar olduqca mən sizə çəkib paylaşacağam. Deyirəm, indi sizin danışa bəyəm bunu, bəlkə bir ekranı vuraq tez-tez görək, min edək görək nə olur. Gördüyünüz kimi 10 min etmək lazımdır, 1000 yox. Və belə davam edirik, görək nə göstərəcək. Gəlin belə edək, ən gözəli mən ekran görüntüsünü aktivləşdirim. Görüm, ayda, yenidən burada daxil olub aktivləşdirim bunu. Deməli, digər uygulamalar, bunu aktivləşdirək. İndi biraz səbirli olun, bir vaxt geçsin. İndi ekran görüntüsündən vuraq, ekran tıklamayın, daha doğrusu ekranı tıklamayın, vuraq görə nə göstərəcək.
O daha sürətli vurur, ona görə o yaxşıdır. Belə ekran hazırdır. Belə gətirib üstlərinə qoyuruq və başladıq. Gördüyünüz kimi daha sürətlə gedir. Görək nə göstərəcək. Yəqin ki bloklamaz, indi bilməsə. Arada bir dayandıraq. Biraz əlimizdən dişləyək. Amma sürətli gedir, hələ də gedir, davam edir. Əslində mən dayandırmışam ekranı. Ben gördüğünüz kimi belə vurduqca gedir. Yenidən başlayaq vurmağa. Daha çox düz, daha tez-tez vurmaq. Bilmirəm indi bunun nə xeyri var burada. 10.000 yəni ki bunu vurmaq olar ekrana. Necə maraqlıdır, bunun nə xeyri var. Nəsə biraz gözləyək. Görək nə göstərəcək. Gördüğünüz kimi enerjiler hamısı dökülür ora. Bir dənə də bırakın. Ən azı 1000 edəcəm bunu, görək 1000 edəndə nə olur. Çox maraqlıdır mənə. 3 saatdan sonra görək nə göstərəcək, onu da baxarıq. Sadəcə indi yoxdur, indi əlbəttə bu videonu dayandıracağım. 3 saatdan sonra özünə baxacağım. Nəysə bir maraqlı bir gedişat olsa video çəkib paylaşaram da məlumatınız olsun. Gördüyünüz kimi 1000 eləməyimiz az qalıb, bir şey qalmayıb. Özümə də çox maraqlıdır, 1000 edəndə nə göstərəcək. Buna görə belə bunu dayandıraq, 1000 olsun. Min oldu. İndi görək. Bir o artdıqca bu daha çox yazmağa başlayır. Əslində mən bunu 10.000 eləməsəm, 10.000 eləməkdə biraz vaxt lazımdır. Neyse dostlar, bu qədər. Bazarına qədər sizə məlumat verdim. Kimsə nəyisə bilməsiniz yazsın, mən kömək eləyərəm. Amma bəncə proqramı yükləyin, elə qalsın telefonunuzda. Vaxtınız olduqca girin bura, yəni bir ekrana vurun, yaxud da ki bu ekran tıklayıcını yükləyin. Onun daha şəkildə vurub bu xalı tam toplayın. Kim tam toplasa yazsın mənə, əlavə nəyisə bir ödəniş kimi nəyisə olursa desin mənə, mən də bilim, məlumatım olsun. Bu qədər dostlar, sağ olun. Kimdən yatırım etsə, desin yatırım elədim, belə elə məlumatım olsun mənim də.